Əla fürsət, dəyərli müştərilərimiz. Bax bu mənzillərə yatırım eləmək olar. Çünki Koala Parkın yaxınlığında hazır binada 12-ci mərtəbədə, bir dənə də orta mərtəbədə yarı təmir 185 birdir, 150 kvadrat bir mənzillər demək olar ki, çox az iş qalıb. İndi onları da çəkib sizə göstərəcəyəm. Bura rahatçılıqla yatırım eləyə bilərsiniz. İndi mənzilləri də çəkib paylaşıram, baxaq. Yatırım üçün çox əla fürsətdir. Hansı ki, Koala Parkın yaxınlığında birbaşa panoraması dənizə və teleqülliyə, alov qüllələrinə və yarı təmir, birbaşa şəhər görsənir. Burdan 12-ci mərtəbədir, Koala Parkı görsənir. Möhtəşəm panoraması var hər tərəfə, vitraj pəncərəsi. 4 otaq, 185 kvadratdır bu mənzil. Deməli, lifti zad da çox gözəldir. İndi göstərəcəyəm, giriş foyesini də göstərəcəyəm sizə. Deməli, burada yarı təmirlidir bura. Alçıban işləri, elektrik işləri, santexnik işləri hamısı görülüb burada. Yerinin monolit betonu da tökülüb, hazır. Yəni burada urvin verilib, mayaklar atılıb, yerin steşkası təmiz verilib. 4 dənə otaqlardır, bir dənə otaqları bir-biri götür. Əlavə 3 dənə burada, əlavə deyəndə ki, bir dənə ümumi hamam otağı var. 2 dənə də əlavə, bax gəl burdan. Burada qarderob yeri var. Qəşəng hazırlanıb. Oradan girişdən girdin, bura hol hissəsidir. Gəlirsən bura, qarderob otağı yığırsan. Burada dəhlizi genişdir. Bir dənə kifayət qədər genişdir. Burada ümumi bir dənə hamam otağı var. Və gəlirik burada, bir dənə də burada var. Bu hansı ki, yataq otağının içinə düşür. Yəni burada yataq otağının daxilində bir dənə də burdadır. 4 otaqdır ümumilikdə. Hər otaqda da əlavə dediyim kimi yataq otaqlarının 2 dənəsində, bax bir dənə də yataq otağı burdadır. Görürsüz? Bunun da daxilində ümumi hamam otağı var. Bu yəni müsbətdir. Hər tərəfə də vitraj pəncərələri var, dəyərli müştərilər. Ümumi sahəsi dediyim kimi sizə 185 kvadrat. Deməli bu mənzildə xoşuma gələn tərəfi hansı idi? Hər tərəfə eyvanı var. Rahat bir dənə qonaq otağından başqa, qonaq otağında vitraj pəncərələrdən, ofis otaqlarda, yataq otaqlarında birbaşa balkona çıxırsan panorama şəhərə. Ətraflı məlumat üçün bizə bio bölməsinə yaza bilərsiniz. Biz də sizə nə məlumat vermək lazımdırsa verərik.